Çox maraqlıdır ki, bax, minimum yaşayış üçün tutaq ki, nəzərdə tutulur ki, nə qədər pul xərclənməlidir də. Dövlət ona o pulu ayırmalıdır ki, o ehtiyaclarını ödəsin. Məsəl üçün, bu layihə deyimmi, bax, bunu reallaşdıran, bu təklifi verən ki, insanlar, bir insan 300 manatla, yəni bir meyar olaraq da, bir insan 300 manatla dolana bilər. Mənim üçün maraqlı ki, bu təklifi verən adamlar özləri 300 manatla bir ayda dolana bilərmi? Ümumiyyətlə, yaşlı adamların dərmanlarının qiyməti elə 500 manata gəlib çatır da. Bilmirəm, demək 2026-cı ildə Azərbaycanda yaşayış minimum və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur artıq. Bu fikirləri təbii ki, iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. Vüqar müəllim, düzdür, çox sağ olun, siz paylaşım edirsiniz, insanlar baxır, oxuyur, məlumatlı olurlar, amma bu nə qədər düzdür? Bir insan bir ay ərzində 300 manat pul xərcləməlidir. Bax, dərmanlar neçəyədir? İndi tibbi icbari sığortada bilirsiniz ki, insanlar ödəniş etməlidir ki, tibbi xəstəxanalar onlara bu xidmətləri belə olsun. İndi gedirik, dövlət ödəyib də bizim əvəzimizə, amma bundan sonra gələn il, yəni 2026-cı ildən sonra hər bir vətəndaş fərd şəklində ora tibbi icbari sığortaya pul qoymalıdır ki, ona xidmət etsin xəstəxanada həkimlər. Bu nə qədər düzdür, bilmirəm. Bunlar kimlər icad edir, özlərindən çıxardır. Bu Amerikanı kimlər yaradır? Deputat bildirib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi, ünvanlı sosial yardımın aylıq məbləğinin artması və müraciətin genişləndirilməsi baxımından vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması, ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda ehtiyac meyarı artırıldığı üçün daha çox da ailə ünvanlı sosial yardım alacaqlar. Yəni, ancaq bir çox belə xəbərlərdir, təkliflər var. Amma mən əsasən sizlərə çatdırdım ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimum və ehtiyac meyarı 300 manat olması nəzərdə tutulur. Artıq heç nə gözlənməyin.